Muhammed pak və mütəhhər ruhların salavatla yad edir. Dünya və axirətimizin abadlığı, Əhl-i Beyt-i Qur'anla məhşur olaq, Həzrəti İmam Hüseyin əleyhissalam, Kərbəla şəhidləri, Kərbəla əsirləri, paş ruhlarına və İmam Hüseyin əleyhissalamın qoruluğu və canı ilə uğrunda keçdiyi dəyərlərin yolunda bu günümüzəcən şəhid olan şəxslərin, fədakarlıq edənlərin ruhları, Seyyid-i Saadat, alimlər, müştehidlər, ustadlar bu yola, bu dəyərlər toplusuna vücudları ilə xidmət ediblər, kitab yazıblar, tələbə yetişdiriblər, insanlar tərbiyə ediblər, bir xalqı, bir ölkəni bəzən hidayət ediblər. Allah onların da ruhlarını şad eləsin. İslam, müsəlmanların vəhdəti, İslam düşmənlərinin məhv nabud olmağı, Mövlamız, sərvərimiz İmam Məhdi əleyhissalamın da zuhurunun təcilindən ötəri şəhid rəhbərimizin ruhi şad, sağ rəhbərimizin vücudunun salamatçılığına Muhammed-i Ali Muhammedə salavat göndərək. Mən bir neçə kəlmə Azərbaycanca bəzi nöqtələr var müminlərə, müsəlmanlara, buradakı cəmaata. Özümü borclu bilirəm ki, bunlarda, bu nöqtələrdə, bu məktəblərdə bəzi şeyləri deyəm. İslam dininin başqa dinlərlə, məktəblərlə fərqi üsuldadır. Üsul yəni metodologiyadadır. Hər məktəbin, hər bir dünya görüşünün, hər bir mədəniyyətin, hər bir düşüncə tərzinin, hər bir kulturanın özünün hərəsinin özünə məxsus üsulu var. Biz Rusça buna desək, porядkası var. Komünistlərin özlərinə görə bir porядkası var idi. İstəyir ailə qurmaqda, istəyir cəmiyyətdə, istəyir insanların bir-biri ilə rəftarında, istəyir tədbir keçirməkdə, istəyir tədbiri keçirməyin növündə, onun şəklində, hər məktəbin özünün dəyərləri var, üslubu var. Yəni, hərəsinin öz-özlüyündə ayrıca metodologiyası var. Bəzən mütaliədə də fərq edir İslam məktəbinin metodoloji fərqi materializmdən. Avropa məktəbləri ilə. Üsul var, qaydalar var və bu qaydalar böyük bir elmdir. Əslində müctehid kimə deyilir bir baxımdan? Əslində müctehid o adamdır əslində. O şəxsə deyilir ki, bütünlüklə bu metodları bilir. Bu şərtlə ki, ilahi qayda əsası. Yerdə qalan bunu bilmir. Yerdə qalan
az bir hissədir, müəyyən qədəridir. Ona görə bizim dinimiz deyib ki, yerdə qalanlar, siz müctehidə qulaq asın. Yoxsa müctehidi təqlid eləməyin, zəruriyyətin nədən irəli gəlirdir ki? Elə hamı özü üçün bir dənə müştehid olardı, özündən metod çıxardardı. Bir nəfər namaz qılıb, ibadət eləyir, dindardı. Bu o deməkdir, bu daha metodu başa düşür. Bu o deməkdir, metod aydındır bu adama. Bəzən mən dindaram, amma öz individual olaraq subyektiv dindarlığımı başa düşmüşəm. Subyektiv dindarlığımı başa düşmüşəm. Bu individual nedir? Mən məsələni belə görürəm. O deməkdir ki, İslam məsələni bu cür görür. Bura Quran oxumaq da aiddir, cəmaat namazı da aiddir, xütbə də aiddir. İmam Hüseynin əzadarlıq məclislərinin qurulması da aiddir. Aşura keçirmək də aiddir. Mənfəət pis söz deyil ki. Mənfəət pis söz deyil. Biz mənfəəti pisləməməliyik. Deməliyik ki, mənfəətdən danışıyor. Mənfəət iki cürədir. Zəif mənfəət, ali mənfəət. Biz deyəndə ki, insanlar mənfəət pərəstilər, dünya pərəstilər, onları biz kiçik məqsədlərdə qınağat çəkirik. Yoxsa mənfəət hansı adamdır ki, mənfəət güdmədən behişdə gedir? Deyə bilərsiniz ki, şəhidin mənfəəti yoxdur şəhid olmaqda. Mənfəəti alidir. Balaca şeylərin mənfəətini biz tənbih edirik. Biz deyəndə din, İslam. Yuxarı mənfəətlərin eybi yoxdur ki. Arimani, ali, kamil mənfəətlər var həyatda. O cümlədən dinin də mənfəətləri var. Mən ne istəyirdim bu əvvəldə deyəm? Biz bir şeyi başa düşməliyik gec-tez. Bu çox mühümdür. Biz şəxsi vıqıqlarımızı, mənfəətlərimizi dinin mənfəətinə qurban verməyə hazır olmalıyıq. Məsələn, mən baxıram tarixə şəxsi subyektiv ölçülərindən. Baxıram, deyirəm, Əli əleyhissalamın ki, haqqına girmişdilər. Əli əleyhissalamı ki, öz ilahi hüququndan məhrum eləmişdilər. Əli əleyhissalamı ki, Allah deyildi, bu Allahın yer üzündə nümayəndəsidir. Cəmiyyət ki, onu qəbul etmədi, evində xanənişin elədi, adam yerinə saymadı. Ben niye əleyhissalam bunların yanındayım? Məsləhət verildi. Bu mənim subyektiv baxışım. Sənə elə gəlir. Səncə elədir. Axı sən özün özürsən, istəyirsən əleyhissalam da özür olsun. Sənə elə gəlir o. Sən olsaydın hə, amma o Əlidir. Əlinin əzəməti ondadır ki, şəxsi mənfəətləri ilə yaşamadı bu adam. Şəxsi mənfəətlərini yaşamadı. Dinin mənfəəti haradaydı, özü də oradaydı. Hətta o orada, o yer onun xoşuna gəlməsə də belə. Bugün çox adam var, adamın ondan şəxsi baxsın, individualını xoşun gəlmir o adamdan. Amma dininin mənfəətlərinə görə məhbusun onun yanında olur. Bax, bu çətin məsələ. Bu çətindir, dinin mənfəəti ilə öz baxışlarını qaçışdırır insan bəzən. Bunları qaçışdırır. Bu
çok zərərli bir şey. Var mənim şəxsi baxışlarım. Məsələn, mənim şəxsi baxışlarımdan biri budur ki, yanaşmam budur ki, yer müqəddəsliyi özündə saxlayır. Bu mənim şəxsi baxışım. Amma Qurana görə belədir. Yer əgər müqəddəs idisə, oranın müqəddəsliyi sabit idi, zəruri idi, hər nə olmalıydı, gerek orada olaydı. İmam Hüseyin niyə Məkkəni tərk edə gəldi Kərbəla? Niyə? Kərbəla hara, Kəbə hara? Əvvəllikdə. Kəbəni Adəmdən başlayıb tikə, bütün ənbiya gəlib orada iş görür. Əzəmətliyində məqamlar var ki, Məkkədə. 313 dənə Peyğəmbərin qəbri Hizr İsmailin altındadır. Kəbə orada, Həcərül Əsvəd o. Tavhidlə bağlı nə mənə deyirsən bəşər tarixində hamısı cəm olub Kəbəyə. Səfa orada, Mərva orada, hər şey oradadır. Amma İmam Hüseyin gəlir oranı tərk edir. Niyə bilirsiniz? Situasiyo. Deməli bizim dinimizdə nə var? Situasiya mühümdür. Mövcud şərait mühümdür. Mövcud şəraitə görə mövcud dinin mənfəətləri məsələsi var. O zaman Hicrətin 61-ci ilində Məsum imamın, İmam Hüseyin ağanın ən optimal variant gördüyü məkan haraydı? Dinin mənfəətləri imkan vermirdi İmam Hüseyin Məkkədə şəhid olsun. Deməli, bunlar qaydalardır da hamısı. Əhl-i Beyt əleyhissalamın həyatı bizə qaydadır, qaydadır. Bunlar hamısı qaydalardır. Biz də gerek sledovat edəyik bu qaydaları öz dini həyatımızda. Kim deyir ki, Beytül müqəddəs yerdir? Kim deyir ki, Həzrət Süleymanın tikdiyi, təmir elədiyi Beytül müqəddəs? Böyük ənbiyaların beşiği olan Beytül müqəddəs. İndi Yahudinin ölkə qurduğu məkan. Kim deyir ki, müqəddəsdir? Müqəddəsdir. Amma dinin mənfəətləri onlara görə Allah deyir ki, çevir üzvü Beytül müqəddəsdən Kəbəyə. O öz yerində indi dinin mənfəəti ora istəmir, bu yana istəyir. Minlərlə məsələ bir zaman var idi, bəzi adamlarda hindi də bu şübhədə qalıb. Bunu çox təbliğ edirlər. Nəzəf alimləri yerə bağlayırlar elmi, məkana bağlayırlar. Nəzəf alimləri daha savadlıdır. İdi. Situasiya değişti, məsələ də değişti. İndi oldu bu. Necə Nəcəf və Ali baxan zamanlarda gəldi, inqilab baş verdi. Cəmiyyət sistem olaraq keçdi müştəhidlərin əlinə və böyük alimlər axışdılar, gəldilər bu məkana. Dünyada şiəni tərənnüm eləyən məkan çevrildi quma, situasiya değişdi. Və biz avamçılıq göstərəcəyik, yox, hələ Nəcəfdir, yox, hələ deyil. Değişdi. Vəziyyət
məhiyyətə bağlanmaq lazımdır, mühim odur. Məkana yox. Bu çox mühümdür. Əvvələn, dinin maraqlarını görə bilmək lazımdır. Mənfəətini görə bilmək lazımdır. Bir müəyyən bir düzgün yoxdur İslamda. Ola bilər ki, sabahları dünyada ola bilər. Mən demirəm, olacaq. Ola bilər ki, dünyanın ictimai siyasi vəziyyəti tələb edir ki, mərkəz dəyişir. Nədir ki, tarixdə belə olur. Bir zamanlar Əhl-i-Beyt dünyasının mərkəzi Cəbəlül Ammur'du. Böyle müşrikler oradan çıxırdılar. Onlar yaşayırdı Osmanlı hakimiyyətinin tərkibində. O hakimiyyətin tərkibində Əhl-i-Beyt dostları olduqlarına görə təqib olunurdular. Əziyyət çəkirdilər. Bu yandan da Şah İsmail Xətainin şah olmağı, özünə dövlət qurmağı və Əhl-i-Beytlə dost olmağı münbit şərait yaratdı ki, o ulema köçsün, gəlsin, İranda Səfəvi dövlətinin tərkibində yazsın və yaratsın. Çünki alim üçün azadlıq böyük şey. Qələm gerək azad ola. Bu günləri indiki İranın ərazisində nəhəng müştəhidlərin əksəriyyətinin adının sonunda yazılıb Amuli. Amulilər İranda nə gəzir? Amulilər geri İraqda oluyor. Hardan gəlib bu alimlər? O, Mədinə köçüb hara? Şəhidi əvvəl, Şəhidi Sami, bunlar Əhl-i-Beyt dostlarının tarixidir, şanlı tarixlər. Deyirsiniz? Yəni, situasiya inandı din. Bu çox mühümdür. İmam Hüseyin məkanı değişdi, amma bu şərtlə değişdi ki, o məkanda elə bir iş qurdu, yarattı ki, mövcud müqəddəs bildiyimiz məkan var idi ya, oranı tərk edirdi. Onu bərk etdi. Kim Kərbəla ilə Kəbəni üz-üzə qoyur, avam adamdır. Avam sınıfdan gəlir. Bəzi rozaxanlar da oxuyurlar, üzr istəyən bu ifadəyə görə qələt edib oxuyurlar bu sözü. Məsələn, Kərbəla güya Kəbəyə bu sözləri deyir, Kəbə güya. Bu söhbət deyil ki. Kəbənin ruhu Kərbəladır. Biz bunu başa düşməliyik. Kəbənin ruhu Kərbəladır. Kərbəla baş verməsəydi, Məkkə qalmazdı. Allah rəhmət eləsin, Əllamə Təbəkəbai, Rizvanullah Teala, Allah ruhu şad eləsin, bizim böyük Azərbaycanlı özü də, Təbrizli böyük Qur'an təfsirsimiz, nəhəng alimlərdən, böyük alimlərdən Qur'ana 20 cilt təfsir yazır, bu əsrin ən güclü təfsiridir. Qur'an təfsiri. Onun birine şakəri var idi, adəti var idi rəhmətliyin. Deyirlər, biz görməmişik, deyil. Böyük üstadlar, alimlər ondan nəql edirlər. Deyirlər, o fəlsəfə dərsi də keçsəydi, məsələn, riyaziyyat dərsi keçsəydi də, fəlsəfədə ağlamaq yoxdur ki. Fəlsəfə dərsdir də bilir, fənnidir. Fəlsəfə dərsi də keçirdi, riyaziyyat dərsi də keçirdi, fiqh dərsi də keçirdi. Bunlar ayrı-ayrı elmlərdir, bəzən bir-birinə qatışacağı yoxdur, aidiyyatı yoxdur. Hər nə mənə dərs keçsəydi bu rəhmətli, dərsin axırında bu sözləri deyərdi.
Salam olsun Hüseyn'e. Salam olsun Ali ibn Hüseyn'e. Salam olsun Hüseyin'in balalarına, əshabına bir dildə zikri müsibət deyərdi ağlayar. Tələbələr bir gün dedilər ki, ağa, bu fəlsəfə dərsi hara? Roza demək hara? Rozanın yeri diyorlar, Roza məhəlləmiydə oxunarlar. Deyirsiniz, başa düşmürsünüz. Bugün İslam dünyasının hansı nailiyyəti var? Hüseynə qoyur. Fəlsəfə də desəm gerek Hüseynə ağlayar, o fəlsəfənin bu yere gəlib çatmasında Hüseynə təşəkkür edir. Əgər o qan olmayaydı, bu fəlsəfə burada olmaz. Əgər Kərbala olmasaydı, bu boyda fiqh məktəbi olmazdı. İmam Sadiq Aleyhisselamın akademiyası, fiqh məktəbi bugün mövcud deyildi. Əgər İmam Hüseynin qanı olmasaydı. Son mühüm məsələ. Ağac bəhrə versə, baxımsızlıqdan qurusa, yavaş-yavaş özün və canın əldən verməyə gəlib çatsa, su necə o ağaca həyat verər, o ağac İslamdırsa, o su İmam Hüseyindir. Salavat Peygamber. Çok mühüm. Tarixə biz baxırıq ki, bir imamdan digər imama keçid məsələsində Şiələrin əksəriyyəti çaşıblar, hətta tarixdə cərəyanlar yaranır. Bugün biz olan əziyyətini çəkirik, Vaqifiyyələrdir, Zeydilərdir, İsmaililərdir. Bunlar görəsən nədə ilişib qalıblar? Niyə inhirafa düşdülər o tarixin o pavorotlarında, döngələrdə? Çünki öz mənfəətləri ilə baxanlardan idilər. Üsulü deyildi. Üsulü deyildilər. Üsulü deyildilər deyə çaşırdılar. Qalırdılar orada. Artısı ilə gələndə çaşırdılar. Vəziyyəti görə bilmirdilər. Etiraz edirdilər. Çox mühüm bir nöqtədir. Biz gerek üsulu öyrənək. Əvvələn bizim yolumuz, vilayət yolu üsulilik. Üsulla gedəcəyik biz qabağa. Biz ileri üsulla getməliyik. Xoşum gəlirlə yox. Mənə görə belədir yox. Üsulla baxmalıyıq məsələyə. Ona görə bizim üçün fərqi yoxdur. Bəzən bizim başımızda gedən sülh edir, bəzən qiyam edir. Bizim vəzifəmiz itaətdir. Biz yol göstərən deyilik. Hər ikisi eyni mahiyyət daşıyır. Zahirən fərqlidir İmam Həsən Aleyhisselamla İmam Hüseynin işi. Mübarizənin metodu İslamın mənfəəti ilədirsə o qəbul olunur. Qərar deyir ki, həmişə müharibə edir. O vəqtləri görmək hüququ da məsum olanda məsumdadır, məsum olmayanda müşrikdir. Məsum o zamanki cəmaatın içindədir. O haqq, hüquq, o yolu görmək, göstərmək onun haqqıdır. İmam zuhur, üzr istəyirəm, xeybdə olduğu dövrdə də o hüquq, digərlərinə yol göstərmək hüququ müstəhiddir. Yoxsa hər kəsən öz şeylə fikirləşsə, onda aləm deyər bir-birinə ki, neçə dənə məzhəb olar görür, neçə dənə təriq olar görür, neçə dənə üsul olar görür, neçə dənə yol olar görür. Bu bir dənə kiçik bir təzəkkür idi, bir
haşiyeydi, mən buna işarə ededim ki, bu bizim yadımızdan çıxmamalıdır. Ama bizim Rüstülli cemaatımızda hakları var, hüquqları var. Bu da Rusça bugün bu məmləkət Rusiyadır. Bu məmləkətin ana dili Rus dilidir. Bu məmləkətin cemaatının əksəriyyətinin anladığı dil Rus dilindədir. Məclisdə yazıldığına görə, qeyd olunduğuna görə, digər insanlar istifadə edildiyinə görə mən məcburam onlara açıqlama verim. Çünki bəzi insanlar görürəm ki, salırlar avamsılıqlarına, bu Rus dilinin üçün məsələ aydın deyil. Bu dinin mənfəətidir ki, Rus dilində də deyilsin. Yəni öz başlıdır, keyfimizdən deyil bu. Müəyyən mənfəətlər var, müəyyən məqsədlər var, səbəblər var. O səbəblərə görə bu bir dənə zəruriyyətdir. Azərbaycan dilində danışırıq, məmləkət Rusiya olduğuna görə burada da bəzi zəruriyyətlər var. Həm dinimizin təbliğ olunması, həm içimizdə bəzi insanlar var, İslamı qəbul ediblər, giriblər bizim içimizə, giriblər bizlə bir yerdə həyat tərzi sürürlər, yaşayırlar. Dilləri Rus dilindədir. Bizim dildə bunlar başa düşmürlər hamısı. Zəruriyyət yaranır ki, bir nəfər də burada Rus dilli olsa bu zəruriyyət var. Bir nəfər. Bir nəfər, ha gör nə dedim mən. Bir nəfər də olsa bəs edir bu zəruriyyət. Bir salavat-ı şerif Muhammed Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah. Ve salatu ve selamu ala Resulillah ve ala alihi alillah ve la'netullahi a'daillah. Minel an ila biyevmi yevmillah. Ve emma ba'd. Kâlellah el-Hakim. Сегодня 7-й день месяца Мухаррам. Сегодня тот день перекрытия Ифрата. Или Фарата. И духовный смысл Кербалы. 7-й день месяца Мухаррам является одной из важнейших дат в истории Кербалы. Интересно в том, что каждый день Мухаррама от 1 до 10 до Ашуры, каждый день имеет свой смысл. Каждый час имеет свой смысл. Поэтому 7-й день имеет особенно важный смысл для себя. Кербала и Ашура – это букет цветы, который у каждого цветы есть свой запах, свою особенность. Ашура несет много ценностей в букете. Свой свойства есть день Ашуры. Ашура не исторический случай. Ашура это книга, которую мы должны эту книгу прочитать и изучать. Согласно историческим источникам, именно в этот день по приказу ла'натуллаха алейх Убайдуллу ибн Зияд войска Умар ибн Саада прекратили доступ в реке Эфрат для имама Хусейна алейхиссалам. Его семьи из подвижников этот день закрыли все дороги воды. Мы 14 век не понимаем дело в чем. Дело не в воде.
Дело не в физическом жажде к воде. Очень жаль, что люди примитивно относятся к истории Кербалы и Ашуры. Мы сами же не вышли из уровня материального жизни. Не вышли. Наши мысли, наша душа, наши действия, все в облаке материальности. Мы не вышли из этого материальности, поэтому мы иногда не можем понять Ашуру. Трудно нам понять это. Люди неправильно смотрят на все. Мир так знает, как будто мы плакаем, что имам Хусейн был с жаждой к воду, или его семья и дети. Дело не в воде. Оказывается, в этом жажде есть другой смысл. Согласно историческим источникам, именно в этот день прекращался и окружение, и доступ в реке для имама Хусейна и его семьи и подвижников. На первый взгляд это был военный шаг от стороны врага, направленный на ослабление противника. Даже в сегодняшнем мире в военном действии это деяние удобряется. Вы смотрите, какую ценность имеет Коран, какую ценность имеют наши поступки имама. Однозначно это не принятое действие по Корану. Сейчас мы прочитаем аяты из Корана, увидим почему, узнаем почему. Однако Кербала это не просто исторические сражения, а глубокие духовные и нравственные испытания, раскрывающие истинную сущность человека. В священном Коране сказано: «И сделали мы из воды всякую живую вещь». Живой это не все лишь только материально. Сура Аль-Анбия, аят 30. По Корану вода является основой жизни. Лишая человека воды, его лишает одного из самых необходимых даров Всевышнего. Однако в Кербеле целью было не только физические истощения. Лишение воды семьи пророка, да благословит его Аллах и его род, женщин и детей, показало, насколько далеко власть Язида отошла от исламской нравственности и человеческих ценностей. В мире есть по полностью исламские ценности. Мы не должны забывать, что в мире и есть человеческие ценности, которые объединяют весь мир. Намаз – это ценность, дуа – это ценность, хадж – это ценность, джихад – это ценность. Или ураза – это ценность, да, ценность, но это ценность ислама. А справедливость? Справедливость не только ценность ислама. Справедливость человеческий, к человечеству относится. Ценность в человечестве. Даже сегодняшний день весь человечество понимает, что такое справедливость.
Минимум тогда, когда ему это касается. Потому что это является чувством фитрат внутри себя. Не относится никому веру, никакому веру. Это не вера, это не религия. Есть ценности, поставлены к человеку в творении его. Это Аллах поставил так. Ум, любовь, любить справедливость, быть справедливым. Не поклоняться перед злом, быть рядом добром, быть рядом слабыми. Это все относится, это ценности не только Корана, это человеческие ценности. Язид – символ. Язид – это не личность историческая. Язид у нас это символ. Чего? Тирании. Язид – это символ чувств бесчеловечества. И не по параметрам Корана, и не по параметрам человечества. Такое слово есть имам Хусейну в день Ашуры. Когда он остался одной в степи, никого не было, все убивали, все стали шахидами. Дети, друзья, брат, никого не остался, кроме имама Хусейна. Имам Хусейн остался из мужиков 1, 2 человека, 3 человека остался, и они были больными в шатрах. Историческое слово есть у имама Хусейна. Враг увидел, что мужчина нет в этом караване. Сторжались они к этому шатров, чтобы взять оттуда всякие ценности. Имам Хусейн лежал, кровь течет от него. Последние времена были имам Хусейна. Он себя взял на руки, историческое слово сказал им: если бы вы не поверовали исламу, хотя бы будьте свободными мужчинами. Там женщины, там дети. Совесть имейте. Это же не только исламская ценность, это человеческая ценность. Ашура, школа Ашура. Не только биение в сердце, и не только привести мероприятие. Нет, Ашура – топ школа, которую мы должны открывать эту школу другим. Показать молодежи, показать всем уровни общества. Сколько мы добивались показать ценности Ашуры в высших учреждениях? Сколько мы добивались? У нас Ашура и ценность имама Хусейна только идет узким кругом. 4, 5, 6, 50, 100 человек собираются, проводят мероприятие, все прочитают, все закончено, все ушли. Это не соответствует деятельности Ханум Зейнаба. К этому не научила нас Ханум Зейнаб. Ханум Зейнаб, сестра имама Хусейна, везде он, в каждом село, в каждом городе, в каждом месте вспоминал человечество, вспоминал ценности человечества, ценности Корана. Имам Зейнул Абидин говорит: несмотря что тяжело было для моего тети, после имама Хусейна, для сестры имама Хусейна Ханум Зейнаба, но я никогда не видел, что один ночь он забыл ночной намаз. Он в этой трудности даже несет ценности Корана. Что такое ценности Коран, ночной намаз? Это быть Всевышним
ближе по ночам. Душевные повышения. У нас в жизни трудности бывают, иногда мы намаз забываем. Ночью все делаем вместе, в одном. Но эти люди, которые выбраны, они нам другое показывают. Они нам по другому пути они показывают. Совсем другое. С точки зрения исламской философии и ирфана, духовного познания, вода символизирует не только жизнь тела. Вода в Коране символизируется и жизнь души, как жизнь души. В Коране вода часто выступает символом божественной милости, знаний и руководства. Поэтому Кербале был перекрыт не только Ефрат. Люди отвернулись от имама Хусейна, живого носителя божественного руководства. Они обладали водой, не дали имаму Хусейну, но лишились от истины. Тогда Хусейн, мир ему, и его сподвижники испытывали жажду телом, но их сердца были наполнены верой, убежденностью и близостью к Аллаху. С философической точки зрения события Кербалы раскрывают одну из важнейших истин. Человек определяется не обстоятельствами, а своим выбором. Все могут этот вопрос задать. Аллах мог бы спасти имама Хусейна чудом. Аллах же есть моменты, которые спасал. Аллах мог бы спасти имама Хусейна чудом, как спас пророка Ибрахима от огня, или как пророка Мусы у моря. Однако Кербала должна была стать не местом чудес, а местом свободного нравственного выбора. Каждый должен был сам решить, на чьей он стороне истины или лжи. Особое место в событиях 7-го Мухаррама занимает особенная личность, это Абуль-Фадль Аббас, мир ему. 14 веков символ мужества, символ верности. Имам Саджад, алейхиссалам, говорит о своем дяде. Он считается для него дядя. Сын имама Хусейна, брат имама Хусейна, дядя Али ибн Хусейн, имам Зейн Абидина. Он говорит, в судный день все шахиды, которые стали шахидами в мире, все будут в хорошем смысле завидовать моего дядю. Посмотрят на его место и будут завидоваться на Абуль-Фазла. Какой должность Аллах будет ему дать в судный день. Когда жажда стала мучить детей и женщин лагеря имама Хусейна, именно Аббас стал символом верности, самоотверженности и преданности. В шиитской традиции его называют Сакка. Сакка – это тот, который человек несет воды, занимается этими делами. Его подвиг показывает, что истинное благодарство заключается не в заботе о себе, а в готовности жертвовать собой ради других и ради своего религии.
сегодняшний день проблема в обществе в том, что люди только научили жертвовать ради себя. Потолок ради всего семьи. Но когда мы смотрим Ашуры, там видим другие ценности. Совсем другие ценности. Карбала учит, что ценность истины проявляется именно в трудностях. Имам Али говорит, спрашивает имам Али, говорит, как можно узнать человека? Имам отвечает, имам Али, узнайте человека по ситуации. Человека нельзя узнать по лицу, по внешности, по ценности одежды, по деньги, по машинам. Это не показательная сторона человека. Имам отличной теорию говорит. Если хотите узнать человека, узнайте его по ситуации, по следствию. Hadiselerde tanıyan insan. Hadiseye kadar tanımak olmaz. Карбала учит, что ценность истины проявляется именно в трудностях. Не жажда, не осада, не угроза смерти не заставили имам Хусейна отказаться от своих принципов. Напротив, эти испытания сделали еще более очевидным величие его миссии. Ведь человека определяет не то, чем он владеет, а то, чем он готов пожертвовать ради истины. Поэтому 7-й день Мухаррама это не просто день, когда был перекрыт доступ к воде. Это день, когда особенно ясно проявилась граница между истиной и ложью. Верностью, предательством, духовностью и мирскими интересами. Воды Ифрата были прекраты, на свет миссии имам Хусейн не удалось погасить. Прошли века. Однако люди по-прежнему вспоминают его жажду, потому что Кербала доказала, что кто лишал воды, остались в истории символом несправедливости, а те, кто терпел жажду ради истины, обрели бессмертие в сердцах миллионов людей. Карбала это показатель истины. Жаль, что сторона ценности Карбалы всегда была закрыта или врагами, или неумными друзьями. Это очень больно. Когда мы своими руками неправильно преподносим эту школу людям. Ассаламу алейкум ва рахматуллах. Ассаламу аля Хусейн, ва аля Али ибн Хусейн, ва аля аулад Хусейн, ва аля асхаб Хусейн. Джами'ан ва рахматуллах ва баракатух. Салават. Assalomu alaykum va rahmatullohi va barakatuh. Muhammad va ali Muhammadin haqqida o'zali salovat ehson ediylik. Og'a imom zamoni salomatligida, ta'jil farajinda o'zali salovat ehson ediylik. Amvotun haqqında, bende haqiqiy amvoti yod olsun. Bütün şehitlerimizin hakkında, mahsusan akhir muharibada İrandan şehit olanlar, İslam yolunda şehit olanlar, Azerbaycanlı kardeşlerimiz,
müharibədə, Qarabağ müharibəsində şəhid olanlar, onların hamısının haqqında ucalı salavat ihsan eləyək. Allahümmə Allah inşallah söz əzizləri bizlərə çox görməsin. Elhamdülillah bu vəziyyətdə, bu şəraitdə gəlirsiniz məsciddə, iştirak edirsiniz, ihsan edirsiniz məsciddə. Xudavand Mütəal sözləri hifz eləsin, saxlasın. Bütün o şəxslər ki, ihsan elədilər, bu iştirakın haqqında, məscidin haqqında, onların salamatçılığına ucalı salavat ihsan eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. ثم الصلاة والسلام على سيد الأنبياء والمرسلين حبيب الله العالمين أبا الزهراء أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد. والأئمة المعصومين لا سيما بقية الله في الأرضين روحي وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الدائم على أعدائهم أجمعين من الآن إلى قیام یوم الدین. ای gözü yaşlı dolanan çölleri, Ağacan Yabnel Hasan. Ey gözü yaşlı dolanan çölleri, gel özün emret ağa müşkülleri. Ya sahib zaman, sen ağa İslam nigehbanısan, Ruh-i Ali Fatime'nin canısan, Ruh-i Ali Fatime'nin canısan. Ya sahibe zaman, ya sahibe Qurular mağxalağa bir günü yevm-i ərəsat. Qurular mağxalağa bir günü yevm-i ərəsat. Hamı istər özü tapsın o qiyamətdən nəcat. İstəyirsən səni məhşər günü Zəhra bəyənə, uca qamətli əvvəl fəzlinə göndər salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Geçən gecələrdə ərz elədik məhzəruza ki, insanın gərək o çətin yerlərdə, haq yolunda səbri olunsun. Əgər bu yolda səbr elədi, davam elədi, Allah ona izzət verər. Ki, əgər o izzəti Allah insana verdi, heç kəs o izzəti insandan alanmaz. İzzətin yaxşısı odur ki, Allah təqdim eləyə bəşəriyyətə, insana. Yoxsa dünya malı, qüdrətdir, bunların hamısını danışdı. Bunlar heç bir insana izzət verməz. Amma bu izzətli insan gərək nəcm olsun ki, eləyə bilsin İslam yolunda bir addım atsın. Ağa İmam Zamanın gəlməyinə nə cür, nə tər gərək tərkənə yaşayışında ki, İmam Zamana kömək ola və İmam Zamanın fərəcində İmam Zamana kömək eləyə ki, İmam Zaman tez fərəci hasıl olunsun. Neçə illər, uzun müddətlərdir ki, insanlar yalvarırlar ağacan, tez gəl, Yabnəl Həsən,
darıxdıq. Yabnəl Həsən, zül dünyanı götürüb alacam, tez gəl. Cümələr yalvarırıq. Allah'tan istiyirik bu fərəc alınsın. Amma niyə fərəc yetişmir? Bir illəti vardır ki, bunu ağa Yabnəl Həsən, Həzrət-i Qaim Ali Muhammed bir dənə Təvqi şəriflərində buyururlar ki وَلَوْ أَنَّ أَشْيَاءَنَا وَفَّقَهُمُ اللّٰهِ لِطَاعَتِهِ. Mərhum Təbərsi kitab ihticacda bu Təvqi şərifi gətirir. Təvqi nədir? Mən biraz izah edeyim. Ağa İmam-ı Zaman əleyhissalam bəzi şəxslərlə irtibatda idi. Ola bilər qeybət-i suğrada olsun, elə bilər kubra qeybətində olunsun. Bəzi insanlar, alimlər, müstəhidlər yaxın idilər Ağa İmam Zamana. Ağa İmam Zaman hərdən bunlarla görüşərdi, bir məktub öz əli ilə yazardı, verərdi. Ya da bir vasitə ilə deyərdi, onu yazardılar. Buna deyirlər Təvqi, yəni İmam Zamanın öz sözü, öz məktubudur. Liza Ağa İmam Zaman özü buyurur. وَلَوْ أَنَّ أَشْيَاءَنَا وَفَّقَهُمُ اللّٰهِ لِطَاعَتِهِ. Əgər bizim şiələrimiz bu cür ki, mən deyirəm, olsunlar ki, Allah onları öz taətlərində muvaffaq eləsin. Əla ictimai minəl qulubi fil vəfai bil əhd. O əhdi ki, boyunlarında vardılar, hamısı bərabər yığışaydilər, cəm olaydılar, qəlbləri bir-birinə yaxın olaydı ki, o əhdi sərəncama çatdırsınlar, vəfa eləsinlər o əhdə. İctimai minəl qulubi fil vəfai bil əhdi aleyhim ləma təəxxərə ənhumul yumnə biliqaina. Bizim qeybətimiz dalı düşməzdi və tez olardı və bizim qeybətimizi, fərəcimizi, zuhurumuzu görərdilər. Çox qeybətdə qalmazdıq. Bu nə deməlidir? İndi o əhd nədir ki, ağa buyurur, fil vəfai bil əhdi aleyhim. Deyir, əgər müminlərin, müsəlmanların qəlbləri bütün bir-birindən olaydı, ürəkləri bir-birinə yaxınlaşsaydı, həmən bu yaxınlaşmaq bizim zuhurimizi qabağa salardı. Odur ki, buyururlar, tolka yaxçı olmaq, bir insan yaxçı olunsun. Bu kifayət eləməz. Dünyada biz çox gözəl insanlar görmüşük. Çox yaxçı alimlər, savadlı alimlər, əxlaqlı alimlər var idilər, yaşayıblar. Amma niyə İmam Zaman əleyhissalam gəlməyib? Niyə təxirə düşünür? Bunun da illəti budur ki, tolka bu yaxçı olmaq, şəxsi yaxçı olmaq kifayət eləmir. Bəlkə ürəklərin bir-birinə yaxın olmağı önəmlidir, mühüm məsələ. Gərək bu ürəklər bir-birinə yaxın olunsun. İshaq ibn Əmmar gəlir imamın məhzərinə. İmamla görüşəndə imam çox saymır biləsin. Yazırlar bevəchin qatibin muzmər. Çox təhlil tutmur biləsin, çox biləsin saymır, çox ağır cavab verir biləsinə. İshaq çox narahat olur. İshaq ibn Əmmar imamı çox istəyirdi. Sual verir. Məlləzi qəyyərə hali indək. Ağacan, nə bais olunub ki, sənin halın mənə görə dəyişilsin.
Nə bais olub? Bir şey var ki, səni narahat edib mənim əlimdən. Ağa buyurur, təqəyyürkə aləl mü'minin. Sən bu gedib gəlməyində öz mümin qardaşlarınla niyə hissun dəyişilir? Niyə çox bilələrin mümin qardaşları saymırsan? Niyə çox bilələrinə yaxınlaşmırsan? Niyə çox bilələrlə oturub durmursan, danışmırsan, müsafəhə eləmirsən, qucaqlaşmırsan, öpüşmürsən? Niyə mühabbət eləmirsən öz mümin qardaşlarına? Sonra idaməsində ağa buyurur, Əma əlimtə yəbn İshaq, Əma əlimtə ya İshaq, İza təsafəhə. İshaq, sən bilmirsən ki, iki dənə mümin insan əgər bir-birindən görüşsünlər, qol boyun olsalar, Allahın rəhməti göylərdən nazil olar. Allah öz rəhməti onların başına eldirər, yağdırar. İza təanəqa. Əgər keyf-əhval elədilər, birbirinin halını soruşdular, otdular birbirinin bərabərində, biraz müddət soğuşdu, keyf-əhval elədilər, o məclis əzəmətli olur, Allah öz mələklərinə deyir, oradan biraz uzaqlaşın ki, Allahın rəhməti çox ora yağır. Budur ki, məsum imam İshaqı nəsihət edir, tövsiyə edir, öz qardaşlarınla mehraban ol, get-gəl elə, uzaq gəzmə onlardan. Elhamdülillah, Allah nəsib edib bizlərə, gəlmişik, bu gözəl məclisi durmuşuk, iştirak eləmişik, bir-birimizi görürük, elhamdülillah, müsafəhə eləyirik, qol boyun oluruq hərdən, bir-birimizin halımızı soruşuruq. Allah xoşu gəlir bu işdən. Allah rəhmətin yağdırar. Həmən müsafəhələr, həmən görüşməklər qəlbləri, ürəkləri bir-birinə yaxınlaşdırar. Həzrət-i Rəsul-i Əkrəm Muhammed Mustafa buyururlar, Ennel abdə İza cələsə aləl maidə mə əxihil mümin. Əgər bir insan öz mümin qardaşı ilə gedə bir sufrada otura, yeməklə, bir sufrada bərabər otursalar yeməklələ, ofriqət əleyhimər rəhmə. Allahın rəhməti onlara nazil olacaq. Və təsaqətə əleyhimər bərəkə. Allahın bərəkəti onlara nazil olacaq. Fəla yəzalan kəzalikə hətta yəquma ənha. Bu rəhmət davam eləyəcək ta onlar bir-birindən ayrılınca. Elə ki otururlar, danışırlar, deyirlər, gülürlər, Allahın rəhməti nazil olur. Ta bir-birindən ayrılsınlar. Bu məsələ mən deyə bilirəm. Niyə bu məsələ ki, bir-birindən insanlar, müminlər yaxınlaşsınlar, bir-birindən mühabbət eləsinlər, niyə mühüm bir məsələdir, önəmlidir? Bu məsələ çəkə bildik ki, bir damcı su, bir qətrə su 80-dir. Nə bir nəfəri susuzluğun bərtərəf eləyəcək, hər tərəfə töksün, birazdan sonra yox olacaq. Heç əsəri olmayacaq heç yerdə, bir damcı suyun. Amma əgər bu su gəldi, oldu bir kasa, bir livan, bir susuz insanı təşnəliği bərtərəf eləyəcək, susuzluğun bərtərəf eləyəcək. Bu bir livan su əgər çoxaldı, o eləyə bilər bir bağçanı suvarsın. Əgər ondan da çoxaldı, eləyə bilər bir şəhərə su çatdırsın.
ondan da çoxaltdı. Onlar more. Böyük gəmilər onun üstündə axırlar. لَوْ اَجْتَمَعَتِ الْقُلُوبِ Bir insan öz başına təkinə düzdür, yaxşıdır. Amma çox kəsəri olmaz, çox təsiri olmaz. Bu insanlar əgər gəldi oldu 2, 3, 4, 5, 10 namaz-ı cəmaətdə niyə deyirlər ki, ondan yuxarı oldu? Cəmaət namazından cəmiyyət iştirak edənlər 10 nəfərdən çox olur da onun savabı dünya aləm yığışa yazanmaz. İslamda bu cəm olmaq, iştirak eləmək çox mühüm bir məsələdir. Əgər müminlər yığışdılar bir yerə, öz hallarından xəbərləri olar, öz vəziyyətlərindən, öz situasiyalarından xəbərləri olar. Bu qardaşımız xəstədir, biraz çatarıq biləsinə. O qardaşımız dünya malından az var, biraz ona çatarıq. Bir-birlərindən xəbər olarlar, bir-birlərinə kömək olarlar. Rivayətdə var, Mən əsbəhə la yəhtemmu bi umuril muslimin ləysə bi muslim. Bir nəfərin ki, gündüzü soğuşdu və müsəlmanların işlərinə əhəmiyyət vermədi, özünə mühüm saymadı, öz qardaşlarının, öz dostlarının, işlərin, güclərin özünə mühüm saymadı, problemlərin özünə önemli saymadı, ləysə bir muslim. Müsəlman da. Ağa İmam Xümeyni buyururdu, rəhmətullah aleyh. Birliklər fikir edirlər ki, İslam elə o əhkamdır ki, yatmağa görə gəlir, yeməyə görə gəlir, namaza, oruca görə gəlir. Yox, İslam tolka bu deyil. İmam Xümeyni rəhmətullah aleyh buyurur, əgər bir müsəlmanın öz müsəlman qardaşından, öz müsəlman dostundan xəbəri olmasa, təbqə hədis-i nəbəvi o müsəlman deyil. Liza indi görürük ki, bu ictimai qulub, bu ürəklərin yaxın olmağı çox böyük işlər görə bilər. İndi müharibədə bizim əziz qardaşlarımız, əziz müsəlman qardaşlarımızı Qəzzədə gördük, nə oyuna qoydular. 80.000 yaxın insanı qana bələndir. Biz də otursaydık bir yerdə, deseydik, xob olub da, nə iş gəlir? Yox. Gərək müsəlmanların qəlbi bir-birinə yaxınlaşa, kömək durar. Livanda bu müsibət başlarına gəlir. Bizə vacib məsələ deyil, hər iş görürlər, özləri bilirlər. Livan özü bir dövlət, İsrail özü bir dövlət, Amerika özləri bilirlər. Yox. İranda müharibə başlanır. Gənə bir vacib məsələ deyil, İran özü bir dövlətdir. Bu məsələ bahis olar ki, müsəlmanlar, şiələr həmişə sıxıntı doğrusudur. İmam Zaman da görür belədir. Deyir, mən kimə görə gəlir? Zuhur təxirə düşür. Bunların ki, özləri, ürəkləri bir-birinə yanmır, ürəkləri bir-birinə yaxın deyil, bir-birinə dəstək durmurlar. Kimə görə mən gəldim? Otururam hərdən azdan babam. Həqiqətən həsrət verirəm. Həsrət verirəm buna görə ki, əgər bu müsəlman istiranlar bir-birinə dəstək olsaydılar, nə olardı? Nə olardı? Arabski istiranlar vardılar. Elə fikirləşməyək ki, İran
Bu Arap istiranlara raket attı, biz şad oldu. Düz değil, biz orada Tolka Amerika, Tolka İsrail, Tolka Avrupa memleketlerinden ki orada özlerine bir izdaniyeler gruplar, özlerine bir paygahlar, nizami gruplar, onları vurduk. Ama xod bu məsələ də gene insana çətin gəlir. Ama sen öz məmləkətində niye bu işi yaradıbsan ki, məni bir situasiyada qərar verirsən ki, mən ora raket atam. Sen benim qardaşımsan, sen benim Müslüman qardaşımsan. Sen gerek mənə dəstək dureydin, mən sənə dəstək oleydim. Amerika, İsrail heç qələt eləyənməyim. Allah özü şahiddir ki, nə qədər ürəyimiz narahatdır ki, Türkiye'dir, Azerbaycan'dır, aziz kardeşlerimiz, aziz dostlarımız, aziz Şia kardeşlerimiz, niye gerek kalplerimiz birbirine yakın olmuyor? Bu kalp gerek öz birbirine yakın olur. Eğer bu kalp yakın olundu, onda İmam Zaman zuhurinde təcil olunar. İnşallah Allah kömək eləsin. Bu qəlblər, niyyətlər düzəlsin, ürəklər bir-birinə yaxın olunsun, salavat ehsan edir. Nəşr danış, salam sənə. Nəşr danış, şiə dünyada indi mərifəti, elmi nəşr edir, göstəriş verir. Nəşr danış, salam sənə. Arzularım devam sənə, belə deyir anam sənə, biz hamımız şiəliyik, əliyik. Bu şiəliyik, əliyiki məndən uca deyil. Nəşr danış, salam sənə, arzularım devam sənə, belə deyir anam sənə, biz hamımız əliyik. Yolaşmayaq düşmənlərə, ot vurmayaq xərmənlərə, belə deyir anam sənə, biz hamımız əliyik. Türk də mənəm, Fars da mənəm, Lor da mənəm, Kürt, Bəluç, Törkəmənəm, mən də sənsən, sən də mənəm, biz hamımız şiəliyik, əliyik. Dilimiz bir, dinimiz bir, yaxçı yaman günümüz bir, birimiz min, minimiz bir, biz hamımız şiəliyik, əliyik. Səni doğan mehrabana, sən madərdir, mən də ana. Məni doğan mehrabana, sən madərdir, mən də ana. Düşmən qalsın yana yana, biz hamımız şiəliyik, əliyik. İnşallah Xudavand Müteal bizi bu yolda sabit qadəm eləsin. Bizim hamımızı birbirimizə qardaş qərar versin. Salavat ehsan edir. Ayetullah Behcet Allah ruhu şad eləsin. Oğlu buyururdu ki, hərdən bu İsrail Qəzziyə müharibəni başlayanda, raket atanda çox ağa narahat olardı. Çox qəlbi tutulardı. O qədər bunun qəlbi sıxıntıya düşərdi. Hərdən dərsin görərdin, tətil elərdi. Dərsə gedənməzdi. Belə narahat olardı. Öz dilində deyərdi, Sofyanı qabaqdadır. Allah öz rəhm eləsin, Sofyanı qabaqdadır. Ağa İmam Zaman fərəcində ki, zuhur yaxınlaşacaq, 5 dənə hətmi məsələsi, 5 dənə hətmi məsələ ittifaq düşəcək. Biri, Xoruc Sofyanıdır. Sofyanı gələcək, çox qanlar tökəcək. Və bu hətmiyyatdandır, yəni bu hətmi ittifaq düşəcək. İkincisi, Qiyam-ı Yəmanidir. Bir yaxçı şəxs
به نام یمانی gələcək Sofyanın qabağında dayanacaq və müharibə eləyəcək. Üçüncüsü seyhe asmanidir. Nida gələcək göydən və İmam Zamanın adı hamının qulağına çatacaq. Dördüncüsü xəsf beydadır. Xəsf beyda nədir? Leşker Sofyani bir məntəqə var Beyda adında. Mədinə ilə Məkkənin arasındadır. Adı Beydadır. Leşker Sofyani orada yerə batacaq. Orada deyirlər xəsf Beyda. Bu hətmi ittifaq duyacaq. Beşincisi də qətl nəfs-i zəkiyyədir. Bir şəxs, bir cavan, pak insan, pak cavan, yaxşı əxlaqlı cavan Məkkədə öldürəcəklər bilərsin. Qətl nəfs-i zəkiyyə. Buna görə dedim ki, İsrail həmlə eləyəndə Qəzziyə ağanın ürəyi çox tutulardı və dua elərdi. İnşallah Xudavand Mütəal bu alimlərin duasını bizim haqqımızda bərabərdə və xeyr eləsin, salavat ihsan edir. Hacı, mən məsləbdən qoy soğuşun. İstəyirəm ki, vaxtımızda azalır. Amma bir-iki kələmə də mən Rozaxan deyirəm, hacı. Bir-iki kələmə çoxdan belə məclisləri qurmuşuq, Roza mən görmədim oxuna. Bir-iki kələmə öz dilimcən. Kərbəlada gün o gün oldu, ağa Hacı Talib Həzrəti Əvvəlfəzdən danışdılar. Gün o gün oldu Kərbəlada, o qədər ərsət dar gəldi, xeymədə uşaqlara, balalara. İmam Hüseynə o qədər ərsət dar gəldi, qardaşın Əvvəlfəzini çağırdı. Əvvəlfəz qardaş, uşaqlar çox susuzdular axı. Eliyə bilsin qardaş, bir içim su gətir bu balalara. Xeyməqahədə bunu eşidənlər çox şad oldular. Həzrət-i Rüqayyə xanım balaca uşaqları, körpə balaları yığdı xeyməqahın qabağında düzdü səfər. İndi Əmin Abbas gedər su gətirər, darıxmayın. Gəldilər Həzrət-i Abbasi hazırlaşdırırlar. Biri atın gəldi. Biri qılıncın gəldi. Mindirdilər mərkəbə, məşqi verdilər, əlinə yola saldılar. Qardaş, bir için bu balalara su gəlsin. Düşdü meydana. Gedir meydana, Nəhr-i Əlğəmə sarı bir için bu balalara su gətirsin. Ya sahibə zaman, buyururlar 4000 dənə oxatan var idi şəriədə. 4000 dənə oxatan. Gör bir insana neyləyə bilər? Buyururlar 4000 dənə oxatanı şəriədən qoydu kinara. Gəldi çatdı nəhrin bərabərində. Susuzdur. Özü susuzdur, susuzluqdan yanır. Əlin saldı nəhrə, bir için su gətdi dodaqlarının bərabərində. Elə ki suya baxdı, yadına düşdü Rüqayyə balaları düzüb xeyməqahın bərabərində su gözləyirlər. Əl-Yəsərin çabalamağı, əl-ayaq çalmağı yadına düşdü. Bir an nənəsinin sözü, Rübabın sözü yadına düşdü. Əvvəlfəz, sənə deməmişəm qardaşım Hüseyndən heç qədər qabaq keçmə. Hüseyin yanıya axı, susuzdur, sən su içirsən. Bunlar istehsandır, bilmirəm. Buyururlar, amma nə və zəkərə ətəşəl Hüseyin. Ağa İmam Hüseynin susuzluğu, quruyan dodaqları yadına düşdü və rəməl ma,
suyu töktü yere. Məşkin doldurdu, saldı çiğninə. Dedi, yolumu Nəxlistanıdan saldı. Bəlkə tez çatın bu balalara bir için su aparar. Yolun saldı Nəxlistanıdan gəlir ağam əvvəlfət. Mən deyə bilməm nələr oldu. Amma bir zaman ağa səsləndi. Vallah enqətətumu yəmini. Enni uhami əbədən əndini. Əgər qollarımı da sansöz, dinimdən əl çəkmərəm. Məşki aldı sol əlinə. Gəlir. Bir zaman səsləndi, ya Abbas. Ya Abbas, la təqşin minəl kuffari və əbşiri bi rəhmətin cəbbarin Abbas. Ləşkərin çoxundan qorxma, küffarın çoxundan qorxma, Allahın rəhmətinə ümidin olsun Abbas. Bir zaman aldı, məşki aldı dişinə, o bağı əlləri ilə ələmi bayrağı bastı bağrına. Bayrağına dərdidil eləyir. Ay pərçəm İslam, ay İslam bayrağı, çox zəhmət çəkdi babam Heydər Kərman, bayraq. Babam məni çox zəhmət çəkdi, düşmə yerə, dayan. Məşq işində bayrağı basıb bağrına gəlir, bir ümid ilə gəlir, indi balalara su aparıram. Ümidi kəsilməyib, qolları qət olur. Bir nanəcib gözünə ox vurdu, gənə ümidi kəsilmədi. Hələ su məşqi dayanır. Bir nanəcibin oxu elə ki, dəydi məşqə, Abbas özünü itirdi. Da xeymiyə gedənmədi. Tam məşqin suyu var idi, ağanın ümidi var idi. Elə ki, məşqin suyu calandı yerə, ağa ümidin əldən verdi. Ağa özünü itirdi, bir nanəci nəxlin dalından əmud ahəni qozadı göyə, vurdu Abbasın başından, ya sahib əz-zaman. Bir zaman buyururlar, səs gəldi göyə aləmindən, dörd tərəfdən səs gəldi. Bir tərəfdən Peyğəmbər, bir tərəfdən Əmirəl-Müminin Əli ibn Əbi Talib, bir tərəfdən İmam Həsən-i Müştəba, buyururlar, bir tərəfdən də xanım Həzrəti Zəhra səsləndi. Əvvəlfət, düşmə yerə bala, gəl bu yaralı sinəmə, Abbas. Ələ lənətullah, ələl-qavmiz zalimin. Peygamber Ali Peygamber'in Gülcanlarına salavat eyle. Bismillahirrahmanirrahim. Ve binesta'in ve huvel muhin. قال الله تعالى في كتابك الكريم فتبارك الله أحسن الخالقين. Allah Müteala her bir kəsdən qəbul eləsin. İmam Hüseyin ağanın əzadarlığını, siz əzizləri ki, əziyyət çəkibsiz, vaxtınızdan keçibsiz, bu məscidə gəlibsiz. Allah Müteala Peyğəmbər Ali Peyğəmbər hörmətindən hər bir kəsin təqsiratını əhv eləsin, xəstələrimizə şəfa inayət eləsin, evladı olmayanlara evlad nəsib eləsin. İslam yolunda, din yolunda ihsanat eləyənlərin də Allah ruzulərinə bərəkət versin. Dünyasını dəyişən ölənlərimizi Allah qəni rəhmət eləsin. İslam yolunda, din yolunda dünyasını dəyişən şəhətlərimizi də Kərbəla şəhətlərindən məhsul eləsin inşallah. Biz iki mətləb haqqında 10 dəqiqə danışım, hər birimizin dərdinə dəyər. Birinci mətləb şər'i bir məsələdir. Keçən səfər az da olsa işarə verdim. Məscidə gəlmənin adabı haqqında, xüsusən də məscidə gələn qardaşlarımız hamısının Allah canını salamat eləsin. Bizdə belə bir söz deyirlər, filan kəsin hər bir şey çatır,
bir namazından başqa. Müəyyən qardaşlarımız var ki, həqiqətən səxavətləri var, gözəl əməl sahibləridirlər. Çalışarlar ki, gözəl işlər görsünlər. Hər bir iş görürlər, məsəl üçün namaz qılmazlar. Elə ha soruşursan, deyir ki, qəlbin Allahla tutulsun. Belə bir yaxşı söz var. Diqqət eləsə, çox yaxşıdır. Deyir, imanı olmayanın qəlbi təmiz olmaz. Qəlbi təmiz olmayanın dili təmiz olmaz. Yəni, insanın gərək imanı ilə qəlbi və dili bir olmalı. Necə deyərlər? Gərək bir insan haqqı tanıya, bilə haqq nədir və nahaq nədir. Hamı bilir haqq və haqq nə olduğunu özündüyündə. Amma gözəllik buradadır ki, o insanlar haqqla yaşayalar. Yeri gələndə nahaqqı yox deyə bilərlər. Gərək bu haqqla da yaşayasan. Haqqla yaşamamağın, nahaqqla barışmağın, deyəndə ki, mənim hər şey qəlbimdədir, qəlbim təmizdir, bu sözləri deməklə haqqla yaşamır, amma haqqı tanıyır. Bunun bir yöntəmi var, bir yolu var, nəyə görə belə deyir? Əli Aleyhisselam deyirdi ki, insanın qəlbinə yol mədəsindən keçər. Gərək haramdan uzaq olaq. Gərək haram qidalardan çəkinək. Bu bir söz. Bakın, Kərbəlada bir vaqiyə var. Allah Hacı Mehdinin canını salamat eləsin. Danışanda Həzrət Abbas ağadan bir vaqiyə yadıma düşdü. Həzrət-i Müslümlə işarə verdim. İmam Hüseyin Aleyhisselamın əmsi oğludur, həm də naibidir. Bir məqama çatır, Allah lənət eləsin. İbn Ziyad istəyir ki, Müslümü öldürsün. Deyir ki, son sözümü deyil, nə istəyirsən? İstədiyinin biri bu olur ki, susamışam, bana bir içim su ver. Bir qab su gətirirlər, bir kasa, bir quruşqa, bir avciyardan su gətirirlər. Su gələn vaxtı istəyir içsin, ağzından ya burnundan o ki başı yaralıydı, qan var idi, o qan düşür suyun içine. İçmir. Kənara qoyur. Deyir içmədim. Deyir niyə? Deyir çünki bu su nəcis oldu. Amma eləyə bilərdi bu suyu içsin, susluğu yaksın. Məsələ budur ki, İmam Hüseyin Aleyhisselamın məktəbində hər cür dərs var. İnsanı haramdan çəkindirmək var, halala aparmaq var. Gərək biz də halalla, haqla bu cür yaşayaq. Fikirləşməyək ki, bizə yiyək qarnımız doysun. Bu çay hardan gəldi, bu çörək hardan gəldi, bu su hardan gəldi və yaxud nə olsun yiyək bizə. Bir halaldan yemək var, bir haramdan yemək var. Həzrəti Əli Aleyhisselamın zamanında Əli Aleyhisselamın nökəri vardı, qulu vardı qəmbə. Bir məscidə yaxınlaşırlar, məscidə gəlmək ki, namaz qılsınlar. Əli Aleyhisselam baxdı, bir şəxs durdu orada. İstədi buna yardım eləsin. Nə cür eləsin? Dedi ki, mənim bu atımı o ağaca bağla, mən məscidə gedim, namazımı qılım, çıxım. Məscidə gedilər, namazını qılıb çıxanda baxdılar ki, atın belindəki yəhər yoxdur. Bizim də yəhər deyirlər, çul deyirlər, yoxdur. Qəmbərə deyir ki, ya qəmbər, get bazara, indi həmən adam o atın yəhərini orada satır. Getdi bizim pulla desək 2 manata mı, 2 rubləyə mi qaytardı bu adamın özündən aldı. Dedi, ay bədbaxt, mən istəyirdim sənə yardım eləyəm, halaldan bu 2 manatı verəm, sən bunu haramdan qazan.
Yəni dolanışıq, qazanc həmişə halal yolu var. Çalışaq, gərək biz də halal tərəfdən qazanaq. Belə bir söz var. Deyir, kimin borcu kimdə batıb, hər bir kəsə əvvəl çatıb. Ucuz baha kiminə satıb, satdığını almalıdır. Gərək satdığımız da, aldığımız da halaldan olsun. Allah hər bir kəsin uruzisini halaldan getirsin. Allah da bizləri haqdan uzaq salmasın. Bu söz, mən də şəri məsələ deyim, namazdan əvvəlki vacib olan işlərimizdən biri dəstəmazdır. Çox xahiş edirəm məscidə gələnlərdən, orada su var və qardaşlar da var, eləyə bilər ki, bunları örgətsin, nə cür dəstəmaz almaq lazımdır. Yəni, savabı çox olar. Çünkü Peygamberimizden hadis var. İzammitdə ilə təharəti kəməsəli şəhidə. Bir insan dəstəmazlı halda, təharətli halda dünyasını dəyişsə, şəhid hökmündə olar. Gərək dəstəmazı orada alaq və qusuru da alaq, evimizdə alaq. Və bir məsələlər var, müəyyən insanlarda, Allah hamının canını salamat eləsin. Bugün elm inkişaf eləyir. Allah ana bazlarımızın da ömrünə bərəkət versin. Əziyyət çəkirlər, İmam Hüseyin məclisinə gəlirlər, dəstəmazın və qusulun qabağını alan, batil eləyən əməllər var ki, onlar su çatmır bədənə, onların da bunu hal-hazırda olan müəyyən izafələr var ki, bədənə qoyurlar, nə bilim mən parik saçlardır, nə bilim mən dırnaqlardır, nə bilim mən laqdır. Bunlara dəstəmazın suyu yetişməsə, insanın bədəninə dəstəmazın suyu çatmasa, bir nöqtə olsun yerinə belə, dəstəmaz üzvlərinə. Bu insanın dəstəmazı batil olur. Gərək dəstəmazımızı batil eləyən, aradan aparan bu işlərdən canımızı qutaraq. Siz bir adam dəstəmaz alır, amma dırnağında lak var. O dəriyə, o dırnağa su çatmasa, o dəstəmaz batil deyil. Və o batil olan bir dəstəmazla da namaz qılmaq olmaz. Namaz batil olar. Gərək bu əməllərə də diqqət edək. Ən əsası üçüncü bir vacib məsələ deyirəm. Bizim bu Urfa şəhərində bir qrupba var, o qruplara da mən də çıxış edirəm. Kimsə xəstə olanda, kimsə rəhmətə gedəndə cəmaatımız, elimiz, obamız yardım göstərirlər. O ehsan eləyənlərin də canları sağ olsun. Amma yaxşı olar ki, İmam Hüseyin məclisinə də hamımız gələk. Çünki məscid də Allahındır, İmam Hüseyin də bizimdir. Çox xahiş edirəm, mənim bu xahişimi Urfa şəhərində olanlara çatdırasınız. Qrupa demişəm, ola bilsin adamlar azdır. Eşitmirlər ola bilsin. Kimsə WhatsApp-ını bahane eləyir, kimsə nə bilim peynim yoxdur. Amma hamının ətrafında adamlar var. Aşuraya 3 gün qalır. Necə ki, Kərbalada İmam Hüseyni tək qoydular, 72 nəfərlə axıra tək qaldı. Hər gün Kərbaladır, hər yer Aşuradır, demirik qardaş. Demirik Hüseynciyik. Ən azından İmam Hüseynin bu məktəbinə, İmam Hüseynin bu aşurasına hərə bir qonşusunu, bir dostunu, bir tanışını gətirsin. Biz də bilək ki, bugünkü gün, bu ilki il məscidimizdə 100 nəfər kişi yox, Allah bərəkət versin, ha? 200 nəfər kişi var. 50 nəfər ana bazarımız yox, Allah canlarını sarrasın ana bazarında. 80 nəfər, 100 nəfər var. Biz də bir boy göstərək. Biz də İmam Hüseynin məclisindən meydanda tək qoymayaq. Allah da sizləri tək qoymasın. Allah yarına yardımcımız olsun inşallah. Allah hər bir kəsdən qəbul eləsin. Peyğəmbər, Ali Peyğəmbərin gül camalına salavat eləyək. Məscidimizin remontunda yardım eləyən, ehsan eləyənlərin də Allah orucularına bərəkət versin.
ustadlarımız, alimlərimiz, tələbələrimiz din yolunda xidmət göstərirlər. Allah hər bir kəsin aqibətini xeyir eləsin və bu cəm ki burada hazır olur, öz dünyadan köçənlərimizin ruhlarının şad olmasına və diri olan qohum əqrabamızın, oğul qızlarımızın, bacı qardaşlarımızın da can sağlığına yaşamasına bir nurani salavat deyin. مظلوم حسین عطشان مظلوم عطشان صفدارızı qurun, başda dolanın. Allah əziz eləsin. مظلوم عطشان ای دلبر آزادگان مولا ابوالفضل مولا ابوالفضل ای دلبر آزادگان مولا ابوالفضل ای دلبر آزادگان مولا ای ساقی لب تشنگان مولا ابوالفضل ای ساقی لب تشنگان مولا ابوالفضل مولا ابوالفضل علمدار ابوالفضل سپهدار ابوالفضل آقا سنه آزادلر مولا دیلر مولا دیلر آقا سنه آزادلر مولا دیلر مولا دیلر عشق عاشقlerin ihsanı ver aşıkların ihsanı ver derya deniller derya deniller ağa sana azadeler Mola deniller Mola deniller ey dilberi azadegar مولا ابوالفضل مولا ابوالفضل ای ساقی لب تشنگان مولا ابوالفضل مولا ابوالفضل هم ساقی لب تشنه سقاد یولد سقاد یولد دل زبان عاشقان مولا ابوالفضل مولا ابوالفضل علمدار ابوالفضل سپهدار ابوالفضل شیعه آل قدم آقا سندن نتایی سندن نتایی شیعه آل قدم آقا سندن نتایی سندن نتایی درگاه و تنخیلم یا بابا هواییست بابا هواییست عزت سر سولت سر عزت سر سولت سر هیبت سرموندی هیبت سرموندی عزت سر سولت سر هیبت سرموندی هیبت سرموندی دریای غیرت سر آقا غیرت سرموندی غیرت سرموندی بزم رضا گل مشون
ای دست گیر بی کسان مولا برفت مولا برفت ای دست گیر بی کسان مولا برفت مولا برفت زمزم سر کوثر سر ام سر القم سر